Tədbir iştirakçıları ilk olaraq Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarətdən sonra yürüyüş iştirakçıları Naxçıvanın ən qədim və müqəddəs tarixi abidələrindən biri olan Əlincə qalasına yola düşüblər. Qalanın ətəyində keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəli sükutla yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər 44 günlük vətən müharibəsində qazanılan böyük qələbənin, Azərbaycan xalqının milli birliyinin, ordumuzun qüdrətinin və Ali Baş Komandanın sarsılmaz iradəsinin nəticəsi olduğunu qeyd ediblər. Sonra Qurani-Kərimdən müxtəlif ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib. وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ. Tədbir zamanı vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, vətənə həsr olunmuş mahnılar oxunub. İllərlə səbr edib dözdü bu xalqım, bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi, Azərbaycan zəfər günün mübarək. Tədbirin bədii hissəsindən sonra iştirakçılar Əlincə qalasının zirvəsinə qalxıblar. Mən vətən oğluyam, Qursaddır adım. Ben vətən oğluyam, Qursaddır adım. Bugünün mübarizi, sabahın qəhrəmanıyam. Bugünün mübarizi, sabahın qəhrəmanıyam. Mən vətən oğluyam. Ben vətən oğluyam. Bir məktəb var, gələcəyə ər yetişdirir. Bir məktəb var, gələcəyə ər yetişdirir. Hərbi kollec adıyla vətənə vətənpərvər yetişdirir. Hərbi kollec adıyla vətənə vətənpərvər yetişdirir. Bugün qazilərimizlə birlikdə Əlincə qalasındayıq. Bu sadəcə tarixi bir abidə ziyarəti yox, həm də tarixin səhifələrində addımlamaq deməkdir. Əlincə qalası əsrlər boyunca mübarizənin və rəşadətin simvolu olub. Bugün isə onun zirvəsində qazilərimizin qələbə ruhu dalğalanır. Burada deməli şəhid ailələrimiz, qazilərimiz və ictimaiyyət nümayəndələri də iştirak edirlər. Biz çalışırıq ki, şəhidlərimizi unutturmayaq. 30 ildə torpaq həsrəti ilə yaşayan xalqımız bugün Zəfər bayramını qeyd edirlər. Və bizim bu gördüyünüz bu zirvəmiz də şəhidlər zirvəsidir ki, bütün Azərbaycan şəhidlərinin şərəfinə əbədiləşdirilmişdir. 8 noyabr Zəfər günü münasibəti ilə Əlincə qalasını ziyarət eləməyə gəlmişik. Mən gələcəyin peşəkar zabiti olaraq demək istəyirəm ki, mən hər zaman Azərbaycan Respublikasının keşiyində durmağa hazıram. Bu şəhidlər zirvəsində biz tarix yazmışıq, şəhidlərimiz tarix yazıbdır. Bu şəhidlər zirvəsi də tarix yazanları yaddaşlarda saxlayacaqdır. Sahil Əliyev, xanım Rüstəmzadə, Namiq Abbasov, NTV Xəbər.